Siz övladınızın halını, durumunu, psixoloji vəziyyətini, səhhətini, orqanizmini, başına gələnləri, faciələrini bilmirsiniz. Bəs bu qadının əgər başına gələn hadisələrdən xəbəriniz varsa, psixoloji durumunu bilirsinizsə, psixikasının çökmüş olmasından xəbəriniz varsa, siz niyə efirə çıxarırsınız? Niyə efirə çıxarıb bütün Azərbaycana biabır edirsiniz? Bayaq bu qadının psixoloji probleminin olmasını sadəcə çevrəsi bilirdi, deyilmi? Amma siz verilişə çıxararaq bütün respublikaya bunu göstərirsiniz. Onun zəhərli zobu var. Onun bədəni orqanizmi bu saat yaman gündədir. Anaya deyirsiniz ki, qızının sağlamlığını düşün. Bəs siz niyə o qadının sağlamlığını düşünmürsünüz? Olmaz bu problemləri kamera arxasında həll edəsiz. Əgər bu qədər xeyirxah insansızsa, mütləq ki, efirə çıxarmaq lazımdır. Mən indiyə qədər bu tip verilişlərin heç birində sağ əməlli bir qonağa rast gəlməmişəm. Ümid edirəm ki, var, mən rast gəlməmişəm. Nevroloji, psixoloji problemi olan insanlarıca efirə çıxarırlar. O insanları efirə çıxarırlar ki, şou yarada bilsin. Ərə verilməməli idi. Mən çarəsizəm. Bəzi analar, bəzi atalar elə bilirlər ki, qızlarını, oğlanlarını evləndirsələr bu durumda olan, bu psixologiyada olan uşaqlarını evləndirsələr, o xoşbəxt olacaq və başı düzələcək. Bu qızın psixoloji problemi olduğuna görə ananı ittiham edir ki, niyə psixoloji problemi olan qızını ərə veribsən? Psixoloji problemi olan qızı ərə vermək olmaz, amma canlı efirə çıxarmaq olar.